Serbiya yığmasının görüşündə Rusiyada paytaxt Moskvada görüşdə iştirak etmişdir. Mendi rəqiblə təbətə çıxır və Viktor Mendi o keçir. Şüklovun ötürməsi amma hər halda Tərlan Xəllov ötürmənin qarşını kəsə bildi. Bəli, burada təbii ki belə yıxılmaq Mahir Şöbələrə zərbə indirməmişdir ki, birbaşa qırmızı vərəqə Mahir Şükürova. Veriləcək taktiki planda Qəbələnin heyətində bir nəfər azlıqda oynayacaq Qəbələ komandası. Ervin Bulko. Əla bir ötürmə idi. Doroşevs. Zərbə və top qapıdan ralı keçir. Arxasından açıldı. Azalın oyuncusu amma Bulko. Artıq birinci hissənin başa çatmasına 3 dəqiqə qalıb. Viktor İqbakoy təhlükəli vəziyyət və İqbakoy hesabı açır. Əks hücum. Azalın hücumu qolla nəticələnir. 1-0. Görüşün 43-cü dəqiqəsində İqbakoy Azalın əks hücumunu qolla tamamlayır. Nəhayət ki, Azal istəyinə çatdı. Və Lyubo Baranin buradan topu birbaşa cərimə ençasına göndərə bilir. Qapıya zərbə və top qapıdan keçir. Deon Barton. Barton hesabı bərabərləşdirir bu outdan sonra maçın 50-ci dəqiqəsində. 1-1. Baxaq görək bundan sonra Azal nə edəcək. Azlıqda qalan Qəbələ hesabı bərabərləşdirir. Yimani qapıya zərbə indirmək qərarına gəlir deyəsən. Zərbə indirir və top qapının üstündən keçir. Təhlükəli zərbə idi, amma qeyri-dəqiq alanda. Qapıya zərbə və qapıcı Doroşev yaxşı oynadı. Say azlığı Qəbələ futbolçularına sürətli hücumlar qurmağa imkan vermir. Daniel Cruz təhlükəli və yaradı. Daniel Cruzun zərbəsi və top qapının yanından keçir. Kıvırtı geri oynayır. Qapı qarşısına göndərilən top və Doroşev topu meydanda saxlaya bilməli. Top qapıdan keçir, hesab Azalın xeyrinə dəyişir. Əllə oyuna işarə edirdi burada Qəbələ futbolçuları. Epizodun təkrarını indi izləyək, dəqiq görəcək, əllə oyun var deyə yox, amma Christian Ruiz qol sevincini komanda yoldaşları ilə bölüşür. Qol qeydə alınmır, yox, qeydə alınmır. Hər halda hakimlər bir qarası səhvini düzəltdi, deyəsən. Amma epizodun təkrarında görünür ki, top əllə qapıdan keçib. Qol sayılmır.